Siklon və antisiklon haqqında danışacağıq. Deməli, bilirik ki, hava kütlələri hərəkət elədiyi yerin temperaturuna və yağıntısına təsir göstərir. Məsəl üçün, Azərbaycana cənubdan hava kütləsi gələrsə, Ərəbistandan, İrandan özü ilə isti və quraq hava gətirər. Yəni, temperaturumuz qalxar, amma bulutluluq azalar və quraqlıq yaranar. Amma şimaldan hava kütləsi gələrsə, əksinə temperatur azalar, bulutluluq çoxalar. Yəni, hava kütləsi nə edir? Getdiyi yerin temperaturunu və yağıntısını dəyişdirir. Deməli, bu hava kütlələrindən mülayim enliklərdə antisiklon və siklon yaranır. Siklon odur ki, kənarda yüksək təzyiq, mərkəzdə alçaq təzyiq. Antisiklon isə onun əksidir. Mərkəzdə yüksək təzyiqdir, kənarda alçaq təzyiqdir. Ümumiyyətlə bilirik də, bütün küləklər yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət eləyir. Antisiklonla siklonun elə bir testlərdə ən çox uşaqların çaşdırdığı məsələ onun istiqamətidir. Gəlin onu sizə asan bir şəkildə göstərim. Deməli, uşaqlar, antisiklon saat əqrəbin əksinə fırlanır şimal yarımkürəsində. Baxın, bura şimal yazılıb. Bura şimal yarımkürəsidir, bura cənub yarımkürəsidir. Şimal yarımkürəsində saat əqrəbin əksinə, cənub yarımkürəsində saat əqrəbin istiqamətində hərəkət eləyir. Bunu mən öz müəllimimdən belə öyrənmişəm ki, bizə deyirdi ki, deməli, bura bir üzgün smaylik qoyaq, burada gülümsəyən smaylik. Bu gülümsəyəndir, bu da üzüləndir. Əksinə olanda üzülür, düzünə olanda gülümsüyür. Deməli, üzgün smaylik olanda nöqtələri qoyursunuz testdə bu mötərizənin üstünə. Belə üzgün smaylik varsa, deməli, saat əqrəbin əksinə hərəkət eləyibdir. Bir də ox işarəsinə fikir veririk. Ox mərkəzə doğrudursa, buradakı kimi, ox bu şəkildə mərkəzə doğrudursa, deməli, bu siklondur. Siklonda dedik ki, kənarda yüksək təzyiqdir, mərkəzdə alçaq təzyiqdir. Görürsünüz, minus işarəsi qoyulubdur. İndi baxaq antisiklona. Antisiklon da mərkəzdə yüksək təzyiq sahəsindən kənarda alçaq təzyiq sahəsinə hərəkət eləyir. Baxın, saat əqrəbin istiqamətindədir, şimal yarımkürəsində. Bura şimaldır, aşağıda cənub yarımkürəsidir. Şimal yarımkürəsində antisiklon, oxlar yaxşı görünmür telefonda. Antisiklon şimal yarımkürəsində saat əqrəbi istiqamətinə, ümumiyyətlə saat əqrəbi istiqamətini başa düşürük elə uşaqlar. Baxın, məsəl üçün, burada 12, burada 6, 3, 9. Saat nə edir? 1-dən 12-yə doğru bu şəkildə hərəkət eləyir. Bu istiqamət saat əqrəbi istiqamətidir da, buradan belə. Görürsünüz, antisiklon da o şəkildədir. Baxın, saat əqrəbi istiqamətində, şimal yarımkürəsində. Cənubda isə saat əqrəbinin əksinə istiqamətdədir. Deməli, siklon əksinə olur. Şimalda saatın əksinədir, cənubda istiqamətinə. Antisiklon şimalda istiqamətinədir, cənubda əksinədir. Siklonda mərkəzdə alçaq, kənarda yüksək təzyiqdir. Antisiklonda əksinə, mərkəzdə yüksək təzyiqdir, kənarda alçaq təzyiqdir. Deməli, uşaqlar, burada, yəni siklonda, kənardan, yüksək təzyiqdən alçaq təzyiqə doğru hava yönəldiyinə görə burada bulutluluq yaranacaq və burada yağışlı dövr hökm sürəcək. Burada isə əksinə mərkəzdə sakitlik olacaq. Çünki hava buradan kənara doğru hərəkət eləyir də. Ona görə də bunun bu mərkəz hissəsinə nə deyilir? Şəlakət. Yəni, sakitlik də bir növ sükut. Mərkəzində şəlakət hökm sürür. Bir də ki, onu da deyim, siklonlar Şimali Amerikada tornado adlanır, Cənub-Şərqi Asiyada isə tayfun adlanır. Bir də kitabda baxın, göy yazı ilə verilib simerç deyir, siklonların yarandığı ərazilərdə simerç formalaşır, tornado. Çünki dediyək ki, siklonda nə olur? Mərkəzdə alçaq, kənarda yüksək. Burulğan da o cür fırlanır da. Elə bir ki, kənardan mərkəzinə doğru sanki bir büküş kimi da, sanki bir bükülür və baxın bu şəkildə, görürsünüz, bu şəkildə siklon formalaşır.
Bu dərsi sizdən soruşacağım. Deməli, siklon, antisiklonu. Burada fikir verməli olduğunuz bu göy yazılardır. Şimali Amerikada deyir qasırğa adlanır. Sonra Cənub-Şərqi Asiyada tayfun adlanır. Sonra Avstraliyada vili-vili adlanır. Bunları da kitabdan oxuyarsınız. Qəşəng-qəşəng sizdən sabah soruşacağım.